Xoş gördük sizi əziz dostlar. Hər birinizi Dost TV'nin efirindən salamlayırıq. Gününüz xeyirli və uğurlu olsun. İlk iş günüdür, ilk həftəsidir və bu həftədə də sizə bol-bol uğurlar arzulamaq istəyirik. Hörmətli izləyicilərimiz, bugünkü sosial saatın qonağını öncədən elan etmişdik. Qonağımız artıq studiyadadır. Vaxt itirmədən onu təqdim etmək istərdim. Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyəti sədrinin müavini Mürsəl Rüstəmovdur. Mürsəl müəllim, hər vaxtınız xeyir, xoş gəlmişsiniz. Sağ olun, Rəşad müəllim, təşəkkür edirəm. Və biz bu günləri əmək mühafizəsindən danışırıq və istərdik yenə əmək mühafizəsi üzrə norma və qaydalardan başlayaq. Hansı işlər yerlərində tətbiq olunur və əmək mühafizəsi xidməti hansı formada təşkil olunur? Rəşad müəllim, bir daha təşəkkür edirəm dəvətiniz üçün. Nəzərinizə çatdırım ki, çox gözəl bir vaxtda bu verilişə məni dəvət etmişsiniz. Bildiyiniz kimi, bu ay bütün dünyada Ümumdünya Əmək Mühafizəsi ayıdır və 28 aprel Ümumdünya Əmək Mühafizəsi günüdür. Bildiyiniz kimi 28 aprel Azərbaycanda da Əmək Mühafizəsi günü kimi qeyd olunacaqdır. Bugün Azərbaycan Respublikası Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi və Həmkarlar İttifaqı, Sahibkarlar İttifaqı Konfederasiyası birlikdə artıq konferans hazırlıqları gedir. Konferans olacaq. Konferans olacaq. Konferansda yəqin ki, siz də iştirak edəcəksiniz. Biz konferansdan sonra da yəqin bu barədə öz paylaşımlarımızı edəcəyik. Əmək mühafizəsi sahəsində nələr baş verir, Azərbaycanda hansı işlər görülür, bu barədə danışacağıq. Elə beynəlxalq əmək mühafizəsi günündən danışanda elan edək ki, Beynəlxalq Əmək Təşkilatı ümumiyyətlə hər il elanlar verir. Onların təqribi hesablamalarına görə gündə 6000, il ərzində isə 2 milyona yaxın insan bədbəxt hadisələr nəticəsində və fərdi qəzalar nəticəsində həyatlarını itirirlər. Əmək mühafizəsi işinin qurulması insanların sağlamlığını, rifah halını yönələn bir sistemdir. Doğru. Azərbaycan dövləti də bilirsiniz ki, sosial və iqtisadi baxımdan hər zaman əhalinin, işçilərin qeydinə qalan bir dövlətdir və nazirliyimiz də bu sahədə həmişə işlər görmüşdür. Hətta hələ 2010-cu ildə Azərbaycan Respublikasında ilk dəfə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən nəticəsində peşə əmək qabiliyyətinin itirməsi hallarından ilk dəfə sığorta haqqında qanun qəbul edildi. Bundan sonra artıq müəssisələrdə bütün işçilər bu sığorta növündən istifadə edilir. İşə götürənlərin birbaşa məsuliyyəti və borcudur ki, işçilərini sığortalasın. Bu isə iş yerlərində işçilərin həm mühafizəsini, həm onların rifah halının qorunmasına yönəlmiş bir tədbirdir. Biz bəzən əmək mühafizəsi dedikdə bizdə ümumilikdə həm işə götürənlər, həm də işçilərin özü daha sanki dar çərçivə ilə kifayətlənir. Yəni düşünür ki, əmək mühafizəsi sahəsində əlbəttə ki, onun mühüm və önəmli tərəfləri var, amma sanki münasibət fərqlidir. Siz bunu öz müşahidələrinizdə görməmisiniz? Düzdür. Mənə elə gəlir ki, Azərbaycanda və bütün dünyada da bəlkə də belədir. İşə götürülənlər bu sahəyə ən axırıncı bir sahə kimi baxırlar. Amma əslində isə mən ilk iş fəaliyyətimi belə götürəndə sığorta fəaliyyəti olmuşdu və istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərinin, peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta qanunverici mənim ilk işə başladığım dövrə təsadüf edirdi. Ona görə də biz müəssisələrlə görüşlər keçirirdik. O görüşlər zamanı hamı bu sahəni ən axırıncı bir sahə kimi görürdü. Lakin sonradan yavaş-yavaş hadisələr baş verdikcə, demək olar ilk bir ildə heç bir müraciət olunmadı. Müəssisə onu gizlətdi, çünki bilirsiniz, hüquq mühafizə orqanları, işə qarşılar filan. Buna görə gizlətmələr oldu. Lakin sonradan onlar baxdılar ki, həm müəssisə üçün, həm işçilər üçün bu nə qədər faydalıdır. Buna görə başladılar müraciətlər olundu, sığorta ödənişləri almağa başladılar və bəzi işə götürülənlərimiz mən çox sevindirici idi ki, hətta bizə deyir ki, mühafizə xidmətinin, əmək mühafizəsi xidmətinin qurulmasına bizə kömək edin. Biz o zaman həm Azərbaycanda, həm Türkiyədə, həm Avropa ölkələrində onların kadrlarını hazırlanması üçün təlimlər təşkil etdik. O təlimlərdən sonra artıq Azərbaycanda işə götürənlər maraqlanırlar. Həm orada iştirak etməyə, həm mühafizə xidmətinin qurulmasında çox böyük rol oynadı. Bu günləri əməyin mühafizəsini sadəcə sığorta edənmi düşünməlidir? İşçi özü düşünməməlidirmi? Bunu tələb edə bilərmi? Və yaxud da bunu tələb etməsi üçün və yaxud da belə deyək, hər hansı bir müəssisəni seçərkən, seçim edərkən hansı parametrlərə baxmalıdır ki, bu parametrlər üzrə bu müəssisənin
bir indikatorumu deyim, reytinqimi deyim. Burada həm də bu olsun ki, bəli, əməyin mühafizəsi burada çox ciddi şəkildə əməl olunur və mən bu şirkətlə, müəssisə ilə əməkdaşlıq edə bilərəm. Düzdür. Əslində bizdə bilirsiniz ki, bizim əmək qanunvericiliyi zaten işçinin hüquqlarını daha çox qoruyur. Bəli. Və buna görə də işçilərə həm əmək müqaviləsi bağlanarkən onlara iş yerində əmək mühafizəsi qaydaları necə qorunur, əmək mühafizəsi sistemi varmı, bununla maraqlanır və hətta əmək müqavilələrində belə bu qeyd olunur. Əlbəttə ki, açıq şirkətlər var ki, hər kəs onların orada fəaliyyət necə qurulub, əmək mühafizəsi sistemi qurulubmu, qurulmayıbmı, bunu bilirlər. İşçilər sərbəstlər seçimlərində belə deyək, təhsili güclü olan, əvvəl deyil, maliyyə savadlı və yaxud da bu sahədə savadlı olan insanlar seçimlərini edə bilirlər. Doğru. Amma işə ehtiyacı olan adam o şeylərə çox vaxt baxmır. Diqqət yetirmir. Oysa ki, diqqət yetirilməli əsas məqamlardan biri də odur. Həm sənin özünün sığortan məsələsi var, həm sənin özünün güvənlik məsələsi var ki, burada bu dəyərləri üstün olan şirkətin də işçi olan korporativ dəyərlərinə də hörmətlə yanaşmış olur. Bəs Əmək Mühafizəsi Mərkəzi olaraq bu istiqamətdə işə götürənlərə hansı formada dəstək verirsiniz? Bildiyiniz kimi Əmək Mühafizəsi Mərkəzi 23 may 2003-cü ildə Respublika Prezidentinin sərəncamı ilə, fərmanı ilə yaradılmışdır. Məqsədi Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətini asanlaşdırmaq, optimallaşdırmağa yönəlmişdir. Əmək Mühafizəsi Mərkəzi artıq gələn ay 2 yaşına keçir və yarandığı dövrdən öz fəaliyyəti ilə artıq bu sferada bəzi işlər görmüşdür. Biz məqsədimiz iş yerlərinin attestasiyasını keçirmək, əmək mühafizəsi sisteminin qurulması üçün maarifləndirmə işlərini həyata keçirmək. Bununla əlaqədar çoxsaylı biz görüşlər keçirmişik. Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birlikdə regionlarda, Bakı şəhərində müxtəlif təlimlər, seminarlar, konfranslar keçirmişik. Hətta bəzi ictimai birliklərlə bir yerdə böyük konfranslar da keçirmişik. Və artıq görürük ki, insanların buna marağı artır. Çünki nədir məsələ? Əmək Mühafizəsi Mərkəzi yaranmaqda əsas məqsədlərdən biri odur ki, yəni qanunvericilikdə zaten var idi. Əmək mühafizəsi xidməti yaradılmalıdır. Müəssisədə 50 nəfərdən çox işçi olan yerlərdə mütləq şəkildə yaranmalıdır. 50 nəfərə qədər isə həvalə üsulu ilə bir nəfər işçi həvalə olunur və işçi əmək mühafizəsi məsələsinə baxır orada. Lakin 50 artı olduqda artıq burada mütləq şəkildə əmək mühafizəsi üzrə mühəndis vəzifəsi təsis olunmalıdır. Ora bir nəfər təyin olunmalıdır və o şəxs müəssisədə digər heç bir fəaliyyətlə məşğul ola bilməz. Bəli. 500-dən yuxarı olan təşkilatlarda ümumiyyətlə direktorun, idarə heyətinin tutaq ki, üzvünün biri əmək mühafizəsi üzrə cavabdeh şəxs olmalıdır. Və o adam bu sahədə çox bilikləri olmalıdır. Əmək mühafizəsi sahəsində, SƏTƏM sahəsində bilikləri olan şəxslər olmalıdır. Biz bunların hamısını təşviq edirik. Təlimlərimizlə, sonra konfranslarımızla və bu hələ başlanğıcdır. Ardı olmalıdır. Ardı olacaqdır. Və istədim qaydaq yenidən işçi və işə götürən arasındakı olan məsələlərə. Burada bu istiqamətdə tənzimləmələr, yəni əgər əməyin mühafizəsi təmin olunarsa, orada hansı risklər azalmış olur? Gəlin belə deyək, bugün praktikada əməyin mühafizəsi əsasən, tutaq ki, işçiləri bölsə ağvaratniklər və fəhlə sinifinə, hər kəs düşünür ki, ancaq istehsalat olan sahələrdə əməyin mühafizəsi qurulmalıdır. Əksinə bu yanlışdır. Bütün müəssisələrdə, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün müəssisələrdə, qanunvericiliklə fəaliyyət göstərən bütün müəssisələrdə əmək mühafizəsi xidməti olmalıdır. Nəyə görə olmalıdır? Çünki bildiyiniz kimi fərdi mühafizə vasitələri var, kollektiv mühafizə vasitələri var. Tutaq ki, hər hansı bir bank götürək, bankda mütləq şəkildə kollektiv mühafizə vasitələri olmalıdır. Bu vacib şərtlərdən biridir. Yanğın söndürmə aparatından tutmuş, yanğın xəbərdarlığı verən siqnallara qədər hər birisi müəssisələrdə olmalıdır. Amma nədənsə bizim işə götürənlər bəzən düşünür ki, əmək mühafizəsi xidməti yalnız istehsalat, məsələn, nəyisə istehsalla məşğul olan müəssisələrdə olmalıdır. Bu tam yanlışdır. Bütün müəssisələrimizdə bu xidmət qurulmalıdır mütləq şəkildə. Baxın, bu cür incə bir məqamları var, incə detallar var ki, bəzən bu əlavə olaraq maarifləndirmə işinin daha da artırılmasına bir siqnal mı deyim,
bir işarəmi? Sizcə ehtiyac varmı? Bu artırılmalıdır. Çox Çünki ehtiyac. əgər bu günlər belə bir fikir varsa, oysa ki qanunvericilik və norma, standartlar deyir ki, bu sadəcə zavod və fabriklərdə olmur. Bu istənilən X bir müəssisədə, X bir şirkətdə bu tənzimlənməlidir. Bir xatırlatma, indi siz dediniz, yadımdan düşdü. Səfərlərin birində biz bir müəssisəyə getmişdik. Müəssisə deyil, bir ofisə getmişdik. Orada əməkdaşlardan biri kofeni götürdü və ağzı bağlamadan sürahədən tutarkən digər bir ayağı sürüşərək başqa bir əməkdaşın üzərinə töküldü, dağıtdı və çox böyük bir ajotaj yarandı. Burada düzgün qurulmamadan, odan tutmuş, təhlükəsizlik qaydasına riayət etmədən, oysa ki, hər ikisi öz aralarında indi üzrxahlıq edərək məsələ həll olunmuşdu. Sonra bu beynəlxalq şirkətdə çox ciddi bir problemə gətirib çıxarmışdı. Adicə bir diqqətsizlik və onun bu cür nəticəsi. Bu yenə də, necə deyim, ehtiyac yaradır ki, maarifləndirmə işinin daha da artırılmasına. Sahibkarın maarifləndirilməsi daha önəmli deyilmi sizcə burada? Bayaq siz dediyiniz, hətta mən ad çəkməyəcəm, beynəlxalq şirkətlərindən birindən insanların və işə götürənlərin və işçilərin maarifləndirilməsi üçün neftlə əlaqədar bir şirkətdir. Pillələr çıxırlar. İşçilər, orada qaydalar yazılmış ki, o pillələrdən çıxdığınızda əliniz surahalardan tutulmasa, onlara deməli töhmət və əmək haqqlarından kəsilmələr verirlər. Bu beynəlxalq şirkətdir. Yəni o dərəcədə o işə yanaşırlar ki, çünki insanın sağlamlığı, onun səhhəti o qədər önəmlidir. Mən düşünürəm ki, sizin dediyiniz vacibdir. Bəli, biz özümüz işə götürənləri də maarifləndirməliyik, işçilərimizi də maarifləndirməliyik, amma ən çox işçiləri maarifləndirməliyik ki, onlar öz hüquqlarını tələb etsinlər. Onlar hətta işə götürəndə bunu tələb edə bilsinlər. Bəli, bu çox önəmli bir məsələdir ki, zaten qanunvericilik işə götürənə bu tələbi qoyur. Əmək mühafizəsi kollektiv mühafizədə qurulmalıdır. Əgər istehsalatdırsa fərdi mühafizədə hər birisi qurulmalıdır. Bunun hamısı şərtdir. İşğaldan azad edilmiş ərazilərdə əmək mühafizəsi istiqamətində tədbirlərdən danışardıq. Bu tədbirlər hansılardır və nə kimi işlər görülüb? Bildiyiniz kimi 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu ərazilə Qarabağımızı işğaldan azad etdi. Bütün insanlar üçün, hətta müəssisələr üçün maraqlıdır ki, o region inkişaf etsin, o regionda iş yerləri açılsın. Bizim də Əmək Nazirliyi olaraq, Əmək Müfəttişliyi Xidməti olaraq, Əmək Mühafizəsi Mərkəzi olaraq əsas işlərimizdən biri odur ki, biz də orada maarifləndirmə işlərini gücləndirək və bu sahədə ötən illər ərzində çoxsaylı tədbirlər keçirmişik. Cəbrayılda, Füzulidə, Laçın, Qubadlı, Ağdam, Xocavənd, digər rayonlarımızın hər birisində, işğaldan sonra rayonların hər birisində işə götürənlərlə görüş olmuşdu. 4000-ə yaxın işçiyə təlimlər verilmişdi. Həm əmək mühafizəsi qaydaları, istehsalatda bədbəxt hadisələr nəticəsində zədələr barədə bütün bu sahələrdə təlimlər verilmişdi, davam edir. Hətta qurumlarla, müxtəlif qurumlarla birlikdə işlər görülmüşdü. Mina Təmizləmə Agentliyi ilə birlikdə, bilirsiniz, o ərazilər mina ilə zəngindir. O ərazilərdə necə davranılmalıdır, nələr baş verməlidir, nədən qorunmaq lazımdır, bu barədə çoxsaylı təlimlər vermişik. Düşünürəm ki, cari il ərzində də Mina Təmizləmə Agentliyi ilə çoxsaylı bu cür təlimlərimiz olacaqdır. Ortalama 3800-4000 arası artıq vətəndaşımıza, işçilərimizə bu təlimlər hər birisi verilmişdir. Burada mütəxəssislər, təlim verəcək şəxslərin keyfiyyətli mütəxəssis olması məsələsi. Bəs o necə tənzimlənir? Bugün Əmək Mühafizəsi Mərkəzinin bəli keyfiyyətli kadrları var, bunlar eləyir, amma bizim özümüzə də ehtiyac var ki, kadrlarımızın kvalifikasiyalarını artıraq. Bununla əlaqədar biz beynəlxalq şirkətlərlə, qonşu və qardaş Türkiyə Respublikası ilə hərtərəfli anlaşmalarımız var. Nazirliklər arasında memorandum bağlanmışdır. Bunun nəticəsində biz öz işçilərimizi həm onlayn, həm offlayn üz-üzə təlimlərə cəlb edirik. Və özümüz belə işçi axtarışındayıq. Bildiyiniz kimi bütün işlərdə kadr potensialı əsas rol oynayır. Bizdə də kadr potensialına ehtiyac var. İnsan kapitalı hər şeydən üstündür. Bu mütəxəssislərin yetişdirməsi həm mərkəzimiz özü hazırlayır, həm də mərkəzin işçiləri özü belə xarici təlimlərdən keçirlər. Bilirsiniz, standartlar var, NEBOSH, IOS standartları var. Mərkəz olaraq biz çalışırıq ki, onların akkreditasiyasını alaq və artıq səthə mütəxəssislərini biz yetişdirərək onlar həmən sertifikatları Azərbaycanda. Əvvəllər bunların hər birisi beynəlxalq sertifikatlar üçün İngiltərədə filan bu sertifikatları alırdılar.
Azərbaycanda da yerli şirkətlər artıq bu akkreditasiyanı alıblar, amma mərkəz olaraq düşünürəm ki, biz də tez bir vaxtda bunu alacağıq və kadr çatışmamız da aradan qalxacaqdır. Əmək Mühafizəsi Mərkəzi tərəfindən iş yerlərinin attestasiyası məsələsi necə həyata keçirilir bu proses? Əmək Mühafizəsi Mərkəzi bayaq da qeyd etdiyimiz kimi attestasiyaları həyata keçirir, müraciətlər olunur. Artıq demək olar 2 illik fəaliyyətimizin bir ilini biz özümüz mərkəzin formalaşdırmasına yönəltdik. Artıq müraciətlər olur. EMAS sistemi vasitəsilə işə götürənlərə belə deyək, artıq məlumatlar göndərilmişdir. Bundan sonra işə götürənlər artıq özləri müraciət edir. Bildiyiniz kimi qanunvericiliyin tələbi odur ki, işə götürənlər iş yerlərinin attestasiyasını 5 ildən bir mütləq şəkildə keçirməlidir. Amma onu da bilirik ki, yoxlamalar keçirilməsi məsələsində 2026-cı ilə qədər Cənab Prezident qanunu qəbul etmişdi. O qanun 2026-cı ilin yanvar ayının 1-nə qədər yoxlamaları dayandırmışdı. Və buna görə də bəlkə də çox işə götürən düşünürdü ki, attestasiyalar olmaz, saxlaya bilərik. Amma hadisələr qaçılmazdır. Hadisə baş verdiyində bildiyiniz kimi həm hüquq mühafizə orqanları, həm Dövlət Əmək Vəzifəçilik xidməti ilk soruşulan iş yerinin attestasiyası keçirilibmi, keçirilməyibmi? Bu barədə suallar verilir, sənəd tələb olunur. Ona görə də bütün işə götürənlərimiz son zamanlar buna çox aktiv yanaşıblar və müraciətlər olur. Müraciətlər olduqdan sonra biz işçilərimizi təhkim edirik. İşçilərimiz iş yerinə ilkin baxış keçirirlər, iş yerlərinin sayını müəyyənləşdirirlər. Sonradan müəssisə rəhbərinin əmri ilə iş yeri attestasiya komissiyası yaradılır. Komissiyanın tərkibində bu sahədə xüsusi bacarığı olan şəxslər, Həmkarlar İttifaqı varsa müəssisədə Həmkarlar İttifaqından bir üzv olur və komissiya fəaliyyətinə başlayır, iş yerlərinin sayı müəyyənləşdirilir. Bundan sonra günlər müəyyən olunur ki, hansı günlərdə keçiriləcəkdir attestasiya. Attestasiyanın keçirilməsi 30 gündən 90 günə qədər çəkə bilər. Müəssisənin böyüklüyündən, kiçikliyinə asılı olaraq, iş yerlərinin sayına asılı olaraq formalaşdırılır. Bütün bunlar keçirildikdən sonra müəssisə rəhbəri bu attestasiya nəticələri tanış olunur. Attestasiya iş yerinin xəritəsi formalaşdırılır. Attestasiya pasportu sonda formalaşdırılır və müəssisənin rəhbəri əmrlə bunu təsdiqləyir və 10 iş günü ərzində bütün bu məlumatları Dövlət Əmək Vəzifəçilik xidmətinə göndərir. Nəzərinizə çatdırım ki, cari ilin aprel ayında 15-dən artıq EMAS üzərindən məlumatları onlayn olaraq müfəttişliyə göndərə bilərlər. Bu günləri biz mərkəzin çox şaxəli fəaliyyəti var və bu fəaliyyətlərdən biri də norma və qaydaların hazırlanmasıdır. Norma və qaydalar üzərində hazırlanma, bu proses necə aparılır, hansı yeniliklər tətbiq olunub? Deməli, Dövlət Əmək Vəzifəçiliyinin rəhbərliyi altında fəaliyyət göstərən əmək sahəsində standartlaşma üzrə texniki komitə vardır. Texniki komitə Azərbaycanda normalar, standartların yaradılması ilə məşğuldur. Bəli. Məşğuldur. Demək olar ki, ötən dövr ərzində 57 standart artıq Azərbaycanda milli standart, yerli standart kimi tanınıb, hazırlanıb və tanınır. Gələcək planlarımızda 111 daha yeni standart tanınacaqdır. Artıq onlarla əlaqədar işlər də başlanmışdır. Və bunların hər birisi də bildiyiniz kimi Beynəlxalq Əmək Təşkilatının qəbul etdiyi 155 nömrəli konvensiyaya uyğundur. Və bu sahədə də işlərimiz görülür. Həm özümüz maarifləndiririk, işə götürənləri də maarifləndirəcəyik. Bundan əlavə Azərbaycanda bu sahədə konsaltinq xidməti götürən şirkətləri də bu barədə məlumatlandıracağıq. Aydındır. Əziz izləyicilərimiz, biz danışırıq əməyin mühafizəsi istiqamətində görülən işlərdən və heç şübhəsiz ki, yaxın dəqiqələrdə də söhbətimiz davam edəcək. Odur ki, Dost TV-nin efirində qalın. Kiçik bir fasiləmiz var. Fasilənin ardından təkrar qayıdacağıq və mövzumuz davam edəcək. Altı övladım var, böyüyün 17 yaşı var, 4'ü qızı, 2'si oğlan. Ailə övlad sevgisi ən böyük dəyərdir mənim üçün. Onların həmişə istəyirəm yanlarında olum, onlarla nəfəs alıram.
Mənim yoldaşım da çox dəstək oldu. 3 balacalarla ilə yoldaşımı bir yerdə saxlayıb böyüdürük. Yəni mən də, yoldaşım da bacardığımız qədər istəyirik ki, təlim-tərbiyəli olsunlar, nizamlı-nizamlı olsunlar. Yəni dərslərində də, evdə də, ictimaiyyətə çıxanda da harada olsunlar, yəni ki, tərbiyəli olsunlar. Bacılarıma mən dəstək oluram, dərsə getməyinə. Bacılarımın olmağı, qardaşlarımın olmağı mənim üçün xoş bir şeydir. Böyük qardaşım olmağı mənə dərslərimə kömək eləyir. Bacılarımla çox xoş münasibətdə olam. Türbətdə mənə köməkliyi çoxdur. Həm dərslərini hazırlayır, həm bacılarını geyiminə, keçiminə, səliqəli, yəni ki, hamısını yola salır. Hər bir valideyn istəyər ki, məsələn, onun evladı yaxşı yerdə sədası gəlsin, oxusunlar, institutda ya universitetdə ya məsələn. Ancaq ona baxmayaraq, mən bir valideyn kimi çalışıram ki, oxusunlar. Dövlət tərəfindən mənə 5-dən çox uşağa görə sosial müavinət ödənilir. İşləməyən əlilliyi olan şəxslər sanator kurort mərkəzinə göndəriş almaq üçün hara müraciət etməlidirlər? İşləməyən əlilliyi olan şəxslər tibbi sosial ekspert komissiyalarının tibbi göstərişinə əsasən növbəyə götürülürlər. Bunun üçün Bakı şəhəri və Abşeron rayonunun sakinləri DOST mərkəzlərinə, digər bölgəmizin sakinləri isə yerli tibbi sosial ekspert komissiyalarına müraciət edə bilərlər. Dostunuz gəlir deyib qarşınıza çıxdı. Hər kəsə Dost qapısını açdıq. sosial saatda suallarınızı cavablandırıb. İş saatında məşğulluq xidmətlərindən söz açdıq. Əngəl tanımayan uğurlarımızı Mənim hekayəmdə milyonlara çatdırdıq. Hər zaman xidmətinizdəyik dedik və göstərdik. Yaradıcılığın sirlərini birlikdə öyrəndik. Qayğısına qaldığımız mövzuları təqdim etdik. Rəqəmsal dünyadakı yenilikləri rəqəmsal dostla çatdırdıq. Onlayn müfəttiş olaraq əmək hüquqlarınızı qoruyuruq. sizi maraqlandıran Müxtəlif mövzularla qarşınızda olduq. Uşaqlarımızın xoşbəxt gələcəyi üçün erkən evliliyə yox deyək. Bir daha xoş gördük sizi əziz dostlar və siz sosial saatdasınız. Biz əmək mühafizəsindən danışırıq. Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əmək Mühafizəsi Mərkəzinin İdarə Heyəti sədrinin müavini Mürsəl Rüstəmov bizim qonağımızdır və biz bu müddət ərzində bu mərkəzin gördüyü işlərə toxunmuşuq. İstərdik bu dəqiqələrdən isə beynəlxalq səviyyədə əlaqələrdən danışaq. Hansı dövlətlərlə əlaqələr qurulur və ümumiyyətlə beynəlxalq təşkilatlarla
əməkdaşlıq aparılırmı? Aparılırsa hansı səviyyədədir? Nə kimi nailiyyətlər əldə etmişik? Çox düzgün vurğuladınız Rəşad bəy. Həqiqətən də bilirsiniz ki, təcrübə mübadiləsi olmadan heç bir yerdə nəticələr əldə etmək olmaz. Bu sahədə Azərbaycana ən yaxın olan qardaş ölkə olan Türkiyə Respublikasının təcrübəsindən tez-tez yararlanırıq. Nazirliklər arasında razılaşma memorandumu imzalanmışdı. Memorandumdan sonra oranın nazirliyinin özü ilə, sonra analoji bizim kimi fəaliyyət göstərən qurumlarla işbirlikləri başladı və onların 2 təlim mərkəzi var, Çaşkem. Onlarla artıq təlimlər üzrə biz razılaşmalarımız var, onlayn təlimlərdə iştirak edirik. İşçilərimiz artıq 1 ay bundan öncə onlayn təlimlərdə iştirak etdilər və may ayının ilk həftəsində işçilərimiz Türkiyə Respublikası Ankara şəhərində offlayn, yəni canlı təlimlərə qatılacaqlar. Bu təlimlər nəticəsində həm iş yerlərində laboratoriyalarla tanış olacaqlar, həm mərkəz tərəfindən, Türkiyədəki mərkəz tərəfindən iş yerlərində attestasiyanın aparılması qaydalarla tanış olacaqlar. Çünki bildiyiniz kimi Türkiyə Respublikası bizdən öncə bu sahədə daha çox işlər görmüşdü və onlar Avropa təcrübəsindən, Amerika təcrübəsindən çox yararlanıblar. Biz də onların təcrübəsindən yararlanacağıq və bu sahədə də işlərimiz davam edir. Bundan başqa bizim mərkəzimizdə beynəlxalq standartlara cavab verən laboratoriyamız təmirə başlanılır. Bundan sonra ən son model aparatlar, yəni cihazlar ora alınacaqdır və bu sahədə də biz Türk mütəxəssislərinin dəstəyini istifadə etmişik. Onlar mərkəzin laboratoriyasının binasının qurulmasında bizə öz dəstəklərini göstərirlər. Beynəlxalq təşkilatlar dedikdə isə Beynəlxalq Əmək Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı ilə sıx əlaqədə çalışırıq və onların dəstəyini də alırıq. Beynəlxalq Əmək Təşkilatının təlim mərkəzinə onlayn tədbirlərdə, konferanslarda, seminarlarda işçilərimiz iştirak edirlər və müxtəlif bu sayda sertifikatlar alırlar və bu iş davam edəcəkdir. Aydındır. Bu günləri beynəlxalq standartlara cavab verən hər hansı bir sertifikat və yaxud da şirkətlə X bir müəssisə əməkdaşlıq edirsə, bu halda əməyin mühafizəsini təmin etmiş olurmu? Tutaq ki, hansısa bir beynəlxalq standartı gətirir, tətbiq edir öz şirkətində, öz müəssisəsində. Artıq ehtiyac varmı ki, nəzərdə tutulmuş, mövcud olmuş ölkə üzrə fəaliyyət göstərən əmsi mərkəzin standartlarına da əməl etsin, yoxsa artıq bu standartlar ilə o deməkdir? Yox, müəssisələrin çoxunda bilirsiniz, ISO standartları artıq var, amma bu o demək deyil ki, onun hər birisi əmək mühafizəsi sahəsindədir. Əsasən bütün müəssisələr ISO standartlarını aldıqda idarə etmə sahəsində xidmət sahəsi alırlar və bunu da reklam etdikdə sanki bütün ISO standartlarını almış kimi göstərirlər. Ola bilsin ki, müəssisələr var ki, onlar əmək mühafizəsi üzrə standartları artıq almışlar, amma standartı almaq, bəli, əslində standart verildiyində artıq orada əmək mühafizəsi işi qurulubsa, yoxlayırlar, sonra standart verilir. Amma %90 şirkətlər idarə etmə və xidmət sahəsində alınan ISO standartlarıdır. Aydındır. Əmək mühafizəsi mərkəzinin yaxın gələcəyi üçün əsas hədəflər nələrdir? Hədəflərimiz böyükdür, həqiqətən hədəflərimiz böyükdür. Biz hətta fəaliyyətimizin keçən il ərzindən başlayan nümunəvi müəssisə layihəmiz var. Bu layihə nədir? Regionlarda, Bakı şəhərində, Naxçıvanda, Qarabağda müəyyən bir müəssisəni seçirik. Həqiqətən də bu sahəyə, əmək mühafizəsi sahəsinə önəm verən müəssisələr seçilir. Onlarda biz instrumental ölçümlər eləyirik, onlarda iş şəraiti ilə tanış oluruq, çatışmamazlıqlarını aktlaşdırırıq, göstəririk və onlara o sahəni düzəlmək üçün mütəxəssis kimi köməkliyimizi edirik və nümunəvi bir müəssisə halına salırıq. Bundan sonra isə o müəssisəyə infoturlar təşkil olunur. Bizim iştirakımızla şirkətlər burada iştirak edirlər və o şirkətin müəssisədə əmək mühafizə sistemi necə qurulub onunla tanış olurlar. Bu şirkət üçün də əlverişlidir. Məsələn, istehsalla məşğul olan şirkətdirsə, onun reklamıdır bir növü. Bizim ora apardığımız insanlar o şirkəti canlı tanıyırlar. Məsələn, qida ilə bağlı istehsal edən şirkətlər orada iştirak edirlərsə, artıq könül xoşluğundan o məhsulları alıb övladlarına da özləri də istifadə edə bilirlər. Aydındır. Bundan başqa, üzr istəyirəm, bundan başqa gələcəkdə görüləcək işlərimiz çoxdur. Səthə mütəxəssislərinin yetişdirilməsi,
və bizim yaxın gələcəkdə olan işlərimiz budur. Müəssisələrdə, Qarabağda, sonra belə deyək, sənaye parklarında, artıq sənaye parklarında bəzi müəssisələrdə təlimlər vermişik. Düşünürük ki, sənaye parklarının özündə belə nümunəvi mərkəzləri yaradılsın. O mərkəzlərə daha çox insanlar getsin ki, yəni Qarabağın inkişafı üçün işlər görülsün. Bundan başqa da yenə işlərimiz çoxdur, amma ən əsas odur ki, biz mərkəz olaraq düşünürəm ki, tək attestasiya keçirən bir qurum kimi yox da, attestasiyanı keçirən müəssisələri akkreditasiya edən bir mərkəzə çevrilir və özəl təşkilatlar belə yaradılsın və onlar attestasiyanı həyata keçirsinlər. Aydındır. Və mərkəzə müraciət etmək istəyən üçün həm vətəndaşlar hansı vasitələrdən istifadə edə bilərlər? Bunun üçün vətəndaşlarımız işə götürün 142 çağrı mərkəzi vasitəsilə, birbaşa ofisimizə yaxınlaşmaqla, ofisimizdən başqa dost mərkəzlərinə yaxınlaşmaqla, Zoom vasitəsilə müraciətlər edə bilərlər. Bundan sonra bizim əməkdaşlar onları zaten tapacaqlar və gəlib ilkin görüşlərini keçirəcəklər. Aydındır. Mən sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Bugünləri gəldiniz, sosial saatdə oldunuz və bizim sualları cavablandırdınız. Çox sağ olun Rəşad bəy. Mən təşəkkür edirəm. Əziz dostlar, diqqətinizə çatdıraq ki, bizim studiyamızın qonağı Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əmək Mühafizəsi Mərkəzinin İdarə Heyəti sədrinin müavini Mürsəl Rüstəmov idi. Biz sizinlə sağollaşırıq. Növbəti sosial saatlarda görüşmək ümidi ilə deyirik. Özünüzə yaxşı baxın və salamat qalın.